58 yaşlı qadın xəstə yoğun bağırsaq xərçəngi səbəbilə cərrahi əməliyyat oldu. Əməliyyatdan sonra əkilmə cavabına görə biz mütləq mənada qoruyucu kimyoterapiya verməli olduq. Amma bağırsaq xərçəngində verdiyimiz kimyoterapiya saç tökməməklə xəstələrimizi sevindirsə də, əsas yan təsiri neyropatiyadır. Əldə, ayaqda keymə, iynə batma hissiyatının olması xəstənin həyat keyfiyyətini poza bilir. Ona görə də uyğun xəstə qrupunda müalicənin müəyyən mərhələsini mütləq şəkildə həm sistem və davamında tablet verməklə tam müalicə veririk. Bu xəstə nümunəmizdə isə artıq 4-cü aydan sonra neyropatiyaları da nəzərə alaraq kapesitabinlə mono tablet terapiya şəklində davam etdik. Burada vermək istədiyim ana mesaj nədir? Müalicə verilərkən, xəstəni qorumaq istəyərkən, ömrünü uzatmağa çalışarkən həm də həyat keyfiyyətini qorumalıyıq. Xəstənin şikayətlərini dinləmək, xəstə şikayətlərini həkimə doğru ifadə etdiyi zaman biz daha çox kömək edə bilirik. Ona görə də bütün müalicənin gedişatında həm şikayətlərinizi, həm halınızda baş verən dəyişiklikləri tam səmimi şəkildə həkiminizlə bölüşün. Çalışın, xəstələnməyin. Xəstələndiyiniz bütün halda isə həkiminizə güvənin.